السلام عليكم ورحمة الله. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين والعاقبة للتقوى واليقين والصلاة والسلام على أشرف الأنبياء والمرسلين حبيبنا وحبيب إله العالمين أبي القاسم مصطفى محمد. ما صل على محمد وآل محمد وعلى أهل بيته الطيبين الطاهرين المعصومين المكرمين سيما الحجة بقية الله في الأراضين ولعن على أعدائهم أجمعين إلى يوم الدين. أما بعد، قال الله الحكيم في كتابه الكريم: أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي رب زدني علما. صدق الله العلي العظيم. أوصيكم ونفسي بتقوى الله. Sizi və özümü ilahi təqvaya riayət eləməyə dəvət edirəm. Yaduzdadırsa, bundan əvvəlki cümədə qiyamətin adları haqqında söhbət eləmişdik. Demişdik ki, qiyamətin Allah Teala Qur'an-ı Kərimdə adlarından danışır və Qur'an-ı Kərimdə keçən adlardan bir ada toxunduq və dedik ki, Qur'an-ı Kərimdə Allah Teala 70 ad qiyamət haqqında vurğulayır ki, qiyamətin Qur'an-ı Kərimdə 70 dənə adı qeyd olunub. Qiyamət bir dənə hadisədir. 70 adla Allah onun barəsində Qur'an-ı Kərimində danışır. Niyə görə? Çünki hər bir adı, qiyamətin hər bir adı bir dənə dərsdir. Bizim üçün, bir mesajdır bizim üçün. Bundan bəlli olur ki, Allah qiyamətə çox önəm verir ki, onu 70 adla başlayır bizə tərif edir. Hər adın özünün bir xüsusiyyəti var, hər adın özünün arxasında bir mənası var və hər adın bir dənə bir məfhumu var. Hər ad özü bir məfhumdur, belə deyək. O adlardan hansı idi? O adlardan elə bu barədə danışırdıq. O adlardan biri Yevmul Həsrət idi, həsrət günü. Və ənzirhum yevməl həsrə. Onları Peyğəmbər, onları həsrət günü ilə qorxud. Onları həsrət günü ilə xəbərdar elə. Qorxud burada yəni xəbərdar eləmək mənasındadır. Onları qorxud, yəni onları xəbərdar elə. Həsrət günü, həsrət yəni nə? İnsanlar qiyamət günü sadəcə həsrət çəkəcəklər. İnsanlar qiyamət günü sadəcə həsrət çəkəcəklər. Nəyə? Bəzi şeylərə həsrət çəkəcəklər. Qiyaməti gəlin belə təsəvvür eləyək də. Baxın, qiyamətdə yol gedəcəyik. İnsanlar yol gedəcəklər. Hər yandan bu səslər gələcək. İnsanlar qiyamətin günü yol gedəcəklər. Hər yandan bu səslər ucalacaq. Ey kaş, ey kaş, ey kaş, sağdan, soldan yol gedirik, ey kaş kəlmələri başlayacaq ucalmağa. Bu sözləri eşidəcəyik. Baxın, qiyamət belə bir gündür. Kaş eləyərdim. Bəziləri deyəcək, kaş eləməzdim. Bu kaşlarla başlayacaq. Qiyamətin yol boyu, sağ, sol, insanlar yol gedəcək. Yol gedəndə bunları eşidəcəklər. Kaş eləyərdim, kaş eləməzdim. Kaş eləyərdim, kaş eləməzdim. Qiyamət belə bir gündür. Hamı deyəcək, ey kaş, bunu eləyərdim, ey kaş, bunu eləməzdim. Qiyamətin əsas mahiyyəti budur. Qiyamət, yəni həsrət günü. Həsrət nə vaxt olur? Həsrət o vaxt olur ki, insanın artıq əlindən çıxıb bir şey. Həsrət o gündür ki, həsrət ümumiyyətlə nə vaxt olur? O vaxt olur ki, bir dənə neymət və yaxud bir şey insanın əlindən çıxıb. Daha bir iş gəlmir insanın əlindən ki, onu geri qaytarsın. Həsrət o şeyə olur ki, onu bərpa eləmək mümkün deyil. Məsəl üçün, onun qaytarılması mümkünsüzdür. Məsələn, cavanlıq. Bəzən görürsünüz, yaşlı adamlara fikir verirsiniz, deyir,
o cavanlığın qədrini bilin. Çünki cavanlıq ki, əldən çıxdı, dayı onu geri qaytarmaq olmur. Məsəl üçün, bunu deyirlər. Və bu olur həsrət. Həsrət o şeydədir ki, qayıtması mümkün deyil. Yadınızdadırsa, keçən xütbələrdə dedik ki, Kərbəladan sonra bir sıra insanlar başlayırlar həsrət çəkməyə. Kərbəladan sonra bir sıra insanlar başlayırlar həsrət çəkməyə. Onlardan birinin adını dedim keçən dəfə, dedim Ubeydullah ibn Hürr Cövfi adında biri var idi. İmam Hüseyin Aleyhisselam özü gəlir onun xeyməsinə. İmam Hüseyin Aleyhisselam özü gəlir onun xeyməsinə, deyir ki, mənə kömək eləginə. Mənə köməyə ehtiyacım var, mənə kömək eləginə. O deyir ki, mən sənə kömək eləyə bilmərəm. Ubeydullah ibn Hürr Cövfi deyir ki, İmam Hüseyin Aleyhisselamın deyir, ağanın deyir, gözləri, o ki məndə gəlmişdi ki, məndən kömək istəyirdi, onun o həminki günü gözünün içinə ki baxırdım, o gözünün içindəki o olanlar indiyə qədər unuda bilmirəm. İndiyə qədər unuda bilmirəm. İndiyəcən gözləri deyir, gözlərimin qabağından getmir. Bir də ki, o qədər deyir, mehriban idi. Həzrət İmam Hüseyin Aleyhisselama deyir, gələndə deyir, uşaqlarla gəlmişdi, uşaqlar var idi ətrafında. Deyir, uşaqlar deyir, mənimlə danışanda biri gəlib otururdu qucağında, biri əllərinlə oynayırdı, elə onların başını sığallayırdı, elə onlarla yumuşaq, mehriban davranırdı. Ubeydullah ibn Hürr Cövfi deyir ki, bunlar yadıma düşdükcə yazırlar, tarixdə yazırlar ki, o qədər va həsrata, va həsrata, va həsrata deyirdi, gəzirdi. Hətta yazırlar ki, Kərbəla şəhidləri şəhid olandan sonra gəldi, şəhid olmuşların arasında gəzirdi. Gəzəndə baxdı bu sözləri deyirdi ki, va həsrata, va həsrata. Yəni, vaxtında mənə təklif eləmişdi, mənə kömək eləmək, ona kömək eləməyimi, amma eləmədim. Deyir, ölənə qədər, yazırlar ki, ölənə qədər, belə yazırlar ki, hətta havalanır düşünməkdən, vicdan əzabı çəkməkdən. Görürsünüz, həsrət günü budur. Təxminən belə yazırlar ki, başı xarab oldu peşmançılıqdan. Qiyamətdə də insanlar həsrət çəkəcəklər. Bəs niyə Allah indidən bəyan edir ki, qiyamət günü bu cürdür, həsrət günüdür, yavmul həsrət kimi? İndi kələ qiyamət olmayıb. Burada məqsəd nədir? Bunu universitet oxuyanlar bilir. Görürsünüz ki, bir dənə müəllim gəlir, girir dərs otağına, tələbələrlə tanış olur. Əvvəldən deyir ki, bax, imtahan belə olacaq. İmtahanın bəzi şərtləri var. İmtahan bu cür olacaq, o cür olacaq. Birinci dərsdən deyir, baxın, imtahanın qaydaları budur. Şərtləri bundan ibarətdir. Şərtləri budur. Axı, hələ imtahana var. Deyir, əvvəl günündən xəbərdar eləyir ki, sonra xəbəriniz olsun. Yəni, sonra artıq çətinlik çəkməsiniz. Deyir, Allah da yaradılışın xaliqidir. Bu yaradılışı Allah yaradır. Allah da yaradılışın xaliqidir. Hələ qiyamət olmayıb. Amma bəyan edir ki, orada deməyin heç bir faydası yoxdur. İndidən bəyan edir ki, qiyamət günü bu cür olacaq. Amma orada desə, insanlar deyəcək ki, elə bunu elə dünyada deyərdim, biz hazırlıqlı gələrdik də bura. Orada deməyin heç bir faydası yoxdur. İndi buradan deyir ki, Qur'an-ı Kərim Peyğəmbər vasitəsilə çatdırır ki, qiyamət günü belə bir şeydir, belə bir gündür. Orada olsa, orada artıq gecdir. Orada artıq getdi. Niyə görə insanlar həsrət çəkəcəklər? İcazə verin, bir neçəsini hədis və ayələr əsasında inşallah ki, deyim. Nəyin həsrətini çəkəcəklər ən çox insanlar? Ənfal surəsi 36-cı ayədə Allah Teala buyurur ki, İnnellezîne kəfərû yunfiqûne əmvâləhum. Buyurur ki, kafirlər mallarını infaq elədilər. Yunfiqûne əmvâləhum, yəni mallarını xərclədilər, bağışladılar. Adətən Qur'an-ı Kərimdə infaq kəlməsindən sonra fi səbilillah gəlir. Nə yolunda? Allah yolunda. Hansı yolda? Allah yolunda. Deyir, Allah yolunda xərcliyim məsələn. Amma bu ayədə belə gəlməyib. Çünki kafirlərlə bağlıdır. Deyir ki, kafirlər İnnellezîne kəfərû yunfiqûne əmvâləhum. Onlar kafirlər dinləyinədilər, mallarını xərclədilər. Nə üçün xərcləyirlər? Liyasuddu an səbilillah. O bizlərində deyir, fi səbilillah. O deyir ki, liyasuddu an səbilillah. Allahın yolunun qabağını kəsməkdən ötürü, sədd olmaqdan ötürü. Allahın yolunun qabağını almaq üçün pul xərcləyirlər. Pul xərcləyirlər. Günahı yaymaq üçün pul xərcləyirlər.
üzr istəyirəm, əxlaqsızlığı yaymaqdan ötürü pul xərcləyirlər. Dinlə mübarizə aparmaqdan ötürü pul xərcləyirlər. Quran deyir, mən demirəm. Deyir, kafirlər deyir, pul xərcləyirlər. Liyəsuddu an sabilillah. Allahın yoluna səd olmaqdan ötürü dinin əleyhinə pul xərcləyirlər, çalışırlar ki, pul xərcləyirlər ki, dinin əleyhinə olsun. Bilirsiniz, nə qədər indiyənə dək dinin əleyhinə pullar xərcləyir, nə qədər Peyğəmbər dövründən. Nə qədər insanlar pul xərcləyiblər. Quran-ı Kərim sonra deyir ki, fəsəyənfiqunəhə, qoy xərcləsinlər. Fəsəyənfiqun, deyir xərcləsinlər də, qoy nə qədər xərcləyirlər, xərcləsinlər. Nə qədər bazarırlar, deyir xərcləsinlər. Dalıca nə buyurur? Buyurur ki, ثُمَّ تَكُونُ عَلَيْهِمْ حَسْرَةً. Axırı nədir? Deyir, qiyamətdə ancaq peşman olacaqlar. Allah Teala deyir ki, qiyamətdə ancaq peşman olacaqlar. Qiyamətdə peşmançılıq gözləyir onları. Günah yolunda 1 manat, 1 dirhəm, 1 dollar, nə bilim, nə xərcləyirlərsə, Allah Teala buyurur ki, insan peşman olacaq qiyamətdə. Özü də çox peşman olacaq. Zəhmətlə qazandım, din yolunda xərcləyib nələr əldə edə bilərdim, günah yolunda xərcləyib nələr əldə elədim. Qiyamətin günü insanlar bunun həsrətini çəkəcəklər. Din əleyhinə xərclədim, dinin xeyrinə xərcləsəydim, nə əldə edərdim, əleyhinə xərcləyib nə əldə elədim. İnsanlar deyir, bunun peşmançılığını çəkəcəklər. Bir arif adam varmış, deyir, yaxşı pul qazanırmış. Arif idi, amma pul da qazanırmış. Amma sadə yaşayışı varmış bunun. Pul da varmış, sadə yaşayışla yaşayırmış. Özü sadə pulunu xərcləyirmiş. Deyirdilər ki, sən neynirsən? Pulun, parun, gözəl də qazanırsan, amma sadə yeməklər yeyirsən, sadə giyimlər giyinirsən. Amma bu qədər pullar xərcləyirsən, yaxşılığa doğru da belə deyək. Deyir, heç nə. O yaxşı bir cavab verir. Deyir, heç nə. Dünyanın başını aldatmaqla məşğulam mən. Dünyadan qazanıram, axirət üçün çalışırım. Bir nə deyirlər, necə oldu? Deyir, heç nə. Dünyanı mən alladıram. Deyir ki, biz görmüşük dünya insanı alladı. Deyir, yox, mən dünyanı alladıram. Deyir, onda qazanıram, axirət üçün çalışıram. Onun neymətlərindən yiyib içirəm, amma axirət üçün çalışıram. Bu da deyir ki, dünyanın başını allatmaqla məşğulam. O istəyir, mənim başımı allatsın. Mən onun başını alladıram. O istəyir, elə ondan qazandığımı ona xərcləyim. Amma yox, mən ondan qazandığımı axirətimə sərmayə yatırıram, sərmayə qoyuram. Mən deyirəm, yox, səndən qazanıb axirətimə xərcləyəcəm. Bilirsiniz, insan xərcləməklə nələrə gəlib çıxa bilər? İnsan xərcləməklə, düzgün yolda xərcləməklə nələr əldə edir? Xərcləməklə nə əldə edir insan? Çox şeylər Allah yolunda xərcləməklə, amma insan gəlir bir yerə çıxır. Amma insanlara bu mövzular biraz, belə deyək, ağır mövzular gəlir. Deyirlər ki, məhəbbətdən danış, mərhəmətdən danış, namazdan danış, eşqdən danış, orucdan danış, amma pulumuza toxunma. Pulumuza toxunsun, səndən pisi yoxdur da dahi. O pulumuza toxunma ki. Deyir, yox, Allah yolunda xərcləməklə insanlar nələrə gəlib çata bilər. Bunun vasitəsilə nələr əldə edirlər, axirət neymətlərini. Yazırlar ki, bir nəfər deyib vəsiyyət eləmişdi, daha doğrusu eləyirdi, oturmuşdu, vəsiyyət edirdi, bir alim da yanındaydı. Uşaqlarına, övladlarına tapşırır ki, mən dünyamı dəyişəndən sonra bu pulu, filan qədər pulu filan yerə bağışlayarsınız. Bu filan qədər pulu filan cür eləyərsiniz, filan cür eləyərsiniz. Deyir, bu alim baxdığına deyir, sən nə oyun çıxardırsan, neynirsən? Deyir ki, neynirəm ki? Deyirəm ki, məndən sonra belə eləsinlər. Deyir, yox, özün deyir, nə qədər canın bədənindədir. Sən ki, tapşırırsan onlara, indi onların yadında qalacaq, qalmayacaq. O pula tamah salacaqlar, salmayacaqlar, o nisiyə məsələdir. Nə qədər ki, canın bədənindədir, elə öz sağlığında bunu ver geçsin. Niyə görə? Çünki insanın canı bədənində olanda dünya malından qopmaq biraz çətindir axı. Xərcləmək biraz çətindir. Deyir, dünyanı sevin, qəlbinizdə yox, əlinizdə olsun. Ki, verəndə rahat verə bilərsiniz. Dünya ilə hər yerdə pislənməyib ki, Həzrət Əleyhisselam dünyanı bir dənə tərif eləyir ki, deyir, sən nə gözəl yersən ki, səndə səcdə olunur.
Səndə səcdə olunur Allaha çatmaqdan ötürü. Dünyanın belə hissəsi də var, belə də hissəsi də var. Deyirsən, nə edirsən? Deyir, heç nə. Deyirəm ki, versin. Deyir, yox, elə canın bədənində ola, apar özün ver. Bil ki, bu işi nəqd elə. Sən indi dediyin işini siyə işdir. İndi övladların yadından qalacaq, çıxacaq, nə olacaq, nə məsələ olacaq, bilinməyəcək o məsələ nədir. Yazırlar, bir yerdə deyir, bir nəfərin deyir, xurma bağı var idi. Dünyasını dəyişmişdi, vəsiyyət eləmişdi ki, məndən sonra bu xurma bağında xurmaları ehsan edərsiniz. Peyğəmbərin dönəmində idi. Peyğəmbər də xurmaları daşıyanda orada olur. Bir xurmaları daşıyanda qabdan bir dənə dəymiş xurma olur, düşür yerə. Peyğəmbər götürür, deyir, kaş deyir, sağ olardı. Öz sağlığında bu dəymiş, xarab olan xurma var. Bunun birini ehsan edə bilərdi. Bunun birini deyir, ehsan edə bilər. Bu var, yerə düşən var, ən çox dəymiş. Artıq xarab olmağa doğru gedir. Bunu ən azından bir dənə ehsan edə bilərdi. Və budur. Hansı mal həsrətə səbəb olacaq? Hansı mal həsrətə səbəb olacaq? Din qarşısını almaq üçün xərclənən mal. Müşriklər Peyğəmbərlə müharibələrə nə qədər pul xərclədilər? Hamısı peşman olacaqlar. Mədinədə məscid tikdi münafiqlər. Quba məscidinin müqabilində bir dənə məscid tikdilər. Qurani Kərimdə Məscid-ül Zirar deyirlər də, zərərli. Peyğəmbər əleyhinə orada planlar çizilirdi. Nə qədər vəsait xərclədilər, məscid ucatdılar. Nə qədər adam işlədi, deyir, onlar peşman olacaqlar. Niyə? Çünki məqsəd Allaha xatir deyil. Məqsəd Allaha xatir deyil orada. Ona görə. Nə qədər pullar xərclənib dinin aradan getməsi üçün, deyir, o insanlar peşman olacaqlar. Səmrət İbn Cündəb adında biri, bilirsiniz, 100 minlərlə dinar pul bəxş verib Muaviyə ona ki, pul verdi. Dedi ki, bu pulu götür, bir dənə hədis düzəlt. Əli əleyhissalamın əleyhinə. Quranda bir dənə ayə var da, Həzrət Əleyhissalamın haqqındadır. Buyurur ki, və minən nasi mən yəşri nəfsəhu ibtiğa mərdatillah. Buyurur ki, deyir, insanlardan elələri var ki, canını Allahın yolunda satır. Allaha satır. Allahın razılığını qazanır müqabilində. Bu ayə kimin barəsindədir? Bu Həzrət Əleyhissalamın barəsində. Peyğəmbərin ki, yerində yatdı, bu ayə nazil oldu. Bu ayə nazil oldu. Buna pul verdi ki, dedi, bu ayə buna pul verdi ki, get özündən hədislər düzəl. Bu da onun müqabilində bu ayəni qayıtdı ki, Allah bu ayəni göndərib İbn Mülcəm haqqında. Həzrət Əleyhissalam haqqındaydı bu ayə. Deyir, bu Allah Teala bu ayəni göndərib İbn Mülcəm barəsində. Elə bilirdilər ki, bir vasitə ilə Həzrət Əleyhissalamı aradan aparacaqlar. İndi nə oldu? Onların gedib hamısını qəbirdən çıxarsın, baxsın, göstərərsən ki, hələ get-gedə görməli şeylər hələ qabaqdadır. Həzrət Əleyhissalam barəsində görməli şeylər hələ qabaqdadır. Get-gedə Əleyhissalam günü-gündən parlayır, parlayacaq da hələ. Dünyaya işıq satacaq. O birilərinin adı aradan gedib, getməkdə də davam edir. Budur. Bu son dönəmlərdə bir dənə məsələ oldu deyə, deyir ki, mənə Allah Teala imkan versəydi, məscidi söküb yerində məktəb gəldi. Bu məsələ var da, gündəmi bu məsələ zəbt eləyib. Bir ruhanilər kimi, ruhani kimi biz də gərək ona münasibət bildirək də düz. Əvvəla budur ki, Allah rəhmət eləsin, Hacının sözü idi bu Hacı yaxşı deyir ki, bir dəyəri digər dəyərlə üzbəüz qoymaq olmaz. Məktəb də lazımdır, məscid də lazımdır. Lap belə biz tarixə baxanda görəcəyik ki, məktəb mədrəsə olub, mədrəsələr fəaliyyət göstərib, Nəsrəddin Tusilər, başqa-başqa astronomlar, həkimlər, təbiblər, başqa-başqa tarixçilər, başqa-başqa insanlar, nə bilim, oradan çıxıblar. Yəni, məscid təkcə ibadət eləməklə yanaşıb ictimai bir yerdir. Niyə görə o insanlar o sözü deyirlər? Çünki məscid haqqında anlayışları qıtdı və zəifdir. Məscid elə bilirlər ki, elə gəldin, cənazə yuyulan yer, ağlama, vay-şivən, ondan sonra. Məscid, inkişaf yeridir. Məscid mədəniyyətin inkişaf yeridir. Məscid mədəniyyətin beşiyidir. Məscid bu cür olan yerdir. Ki, vaxtıyla bu cürdə olub. Sonra indi mədrəsə ilə məktəb deməkdir bizim dilin tərcümə eləyəndə ərəbdən. Məktəb də elə ərəb sözüdür.
Hə, yəni elə məscidlərdə məktəblər olub. Oradan çıxıb bəzi alimlər, böyük alimlər, oradan yetişiblər, çıxırlar. Bir də ki, digər dəyəri o birisi dəyərlə üzbəüz qoymağa heç bir burada ehtiyac yoxdur. Məscid də lazımdır, məktəb də lazımdır. Məscid ona görə lazımdır ki, niyə görə lazımdır? İmanla elm ikisi bir yerdə H2O-dur. Sudur, su. İman hidrogendirsə, elm oksigendir. Ayrı-ayrılıqda yandırıcı maddədirlər. Birləşəndə suyu əmələ gətirirlər, söndürən bir maddəni əmələ gətirirlər. Birinin imanı olub, elmi olmasa, vay o cəmiyyətin halına. İmanlı ucundan onu çox yollara sala bilərlər. Bəzi yollara sürükləyə bilərlər. Radikalizmə, o birisinə, bu birisinə sürükləyə bilərlər. Çünki yoxdur da, elm yoxdur, düşünən. Nə desələr inanacaq. Adını qoyacaqlar iman, adını qoyacaqlar din, yapışdıracaqlar gedəcək, o da elə azıb gedəcək. Birinin də elmi olsa, imanı olmasa, o da elmi olanlar var ki, məsəl üçün silah düzəldir, insanların qırılmasını. Həzrəti Əleyhisselamın bir dənə kəlamı var. Dinlə çoxdur alim ki, cahilliyi yanında elmi ona heç bir fayda vermir. Yəni, bunlar ikisi də lazımlı olan bir şeydir cəmiyyətə. Bunlar ikisi ayrı-ayrılıqda yandırıcı maddə olmasına baxmayaraq, imanla elm birləşəndə olur su. H2O. Bunlar birləşdi, yəni cəmiyyətə bu da lazımdır, o da lazımdır. Əgər cəmiyyət inkişaf eləmək istəyirsə, mənəvi tərəfində böyütməlidir, elmi tərəfində böyütməlidir. Bunlar hər ikisi paralel şəkildə böyüməlidir. Böyüməlidir ki, o cəmiyyətə fayda, insanlar cəmiyyətdə düzgün yaşaya bilsinlər, fayda olsun həmin cəmiyyətdən, insanlardan daha doğrusu cəmiyyətə. Bundan ötürüdür. Həmin o cəmiyyətdə iman olsa, o cəmiyyətdən çıxan həkim rüşvətxar olmayacaq. Çünki niyə? Əvvəlin Qur'an oxuyub, Qur'anda bilir ki, başqasının haqqına girmək olmaz. Bunun növbəsini ona düzgün davranmaq lazımdır. Əgər kökündə iman olan adam gəlib durub cəmiyyətdə digər başqa vəzifələrə müəllim olsa, həkim olsa, polis olsa, o birisi olsa, bu birisi olsa, əgər kökündə iman varsa, elmlə yanaşı iman da varsa, ondan cəmiyyətə heç bir zərər gəlməyəcək. Eləmək istəyəndə biləcək ki, bunu mənə öyrədiblər axı uşaq vaxtı. Quran-ı Kərimdə oxuyurduq axı biz. Bunu öyrənirdik biz. Və yaxud da, nə bilim, ruhani, axud, molla filan kəs mənbərdə çıxıb cümə günləri bunu danışırdı axı. Yəni, iki dənə dəyəri üzbəüz qoymağa ehtiyac yoxdur. Hər ikisi bizim dəyərimizdir, hər ikisi bizim milli mənəvi mentalitetimizə, milli mənəvi dəyərlərimizə xidmət edən bir şeydir. Məscid də lazımdır cəmiyyətə, məktəb də lazımdır cəmiyyətə. Yəni, cəmiyyətə həm iman lazımdır, cəmiyyətə həm də elm lazımdır. Bunların ikisini birləşdirib, düzgün şəkildə belə deyə yaşamaq lazımdır. Yoxsa bunu ayırım, onu eləyim, bunu eləyim. Bunlar hamısı boş, biganə olan sözlərdir. Eyni zamanda bunlar hamısı elə qıtlığın səviyyəsindən. Yəni elmin qıtlığı, nə bilim, imanı qıtlığın məsələlərdir ki, ürək, qəlb hazır deyil deyənə, qəlbdə olanlar dilə cari olunur. 5 il gizlədirsən, 10 il gizlədirsən, 15 il gizlədirsən, axır gəlir çatırsan bir yerə ki, Allah Teala elə eləyir ki, özün öz dilindən başlayırsan özünü rüsva eləməyə. Məsələ bundan ibarət. Nəysə, pul verdi Muaviyə ona ki, get Həzrət Əleyhisselam haqqında hədislər, o ayəni də götürdü, çevirdi özünə. Amma indikilər, indi Həzrət Əleyhisselamın məqamı göz önündədir ki, nə olacaq? Ona görə buyuruyor, ثُمَّ تَكُونُ عَلَيْهِمْ حَسْرًا. Hamısı peşman olacaqlar. İnşallah ki, birinci xütbəni burada saxlayırıq, ikinci xütbə də bu barədə olacaq. Bismillahirrahmanirrahim. İnna a'taynakal kevser fasalli li rabbika vanhar inna şani'aka huvel abtar. Sadaqallahul aliyyul azim. Peyğəmbər və ali peyğəmbərə salavat zikr eləyək. Ben varis olduğu varisler dünyası değişmiş, alimler, abidler, zahidler, bunlar şad, salavat zikr eləyək. أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على رسول الله الأمين حبيب إلهنا وطبيب نفوسنا أبي القاسم مصطفى محمد
Allahumma salli ala Muhammad ve ali Muhammad وعلى علي أمير المؤمنين وعلى فاطمة الزهراء وعلى حسن والحسين وعلي بن الحسين ومحمد بن علي وجعفر بن محمد وموسى بن جعفر وعلي بن موسى ومحمد بن علي وعلي بن محمد والحسن بن علي والحجة القائم المهدي. اللهم صل على محمد وآل محمد. اللهم صل على جميع الأنبياء والمرسلين والشهداء والصديقين. اللهم اغفر للمؤمنين والمؤمنات والمسلمين والمسلمات الأحياء منهم والأموات. Usikum və nəfsi bi təqvallah. Sizi və özümü ilahi təqvaya riayət eləməyə dəvət edirəm. Bəli, elə xutbənin ikinci xutbəmizlə birinci xutbə ilə əlaqəli olan bir mövzudur. Demək olar ki, mövzunun arxasının davamıdır. Biz dedik ki, Allah Teala buyurur ki, ثُمَّ تَكُونَ عَلَيْهِمْ حَسْرَةً. Onlar ki, Allah yolunda, Allahın yoluna mane olmaqdan ötürü, sədd çəkməkdən ötürü mane olacaqlar. Onlar qiyamətin günü peşman olacaqlar. İkinci xutbədə bir qədər haşiyə çıxıb inşallah qayıdacağıq söhbətimizə. Mal haqqında hədis demək istəyirəm burada. Sonra sözümüzə inşallah ki, davam eləyək. Mal haqqında çox hədislər var. Mal, dövlət, sərvət haqqında. Onlardan biri də İmam Rıza əleyhissalamdandır həsrət, daha doğrusu hədis. Buyurur ki, mal üçün 5 dənə nöqsan var. Mal üçün, sərvət üçün, mal dövlət üçün 5 nöqsan var. Mala sahib olan, var dövlətə sahib olan 5 şeydən özünü gözləməlidir. 1. Buxlin şədid. 2. Və hərsin qalib və əməlin tavil və qati'atir rahm və itharid dünya aləl-axirə. 5 dənə şey, kimin malı, sərvəti çox olsa, diqqətli olsun ki, bu 5 şey onun sorağına gəlməsin. Hansıdır? 1. Şiddətli xəsislik. Adam var ya, artdıqca, görürsən də, malı artdıqca daha çox başlayır paxıl olmağa. Adam var, malı artır, başlayır paxıl olmağa. Xəsis olur. Hey yığır, sayır, heyfi gəlir. Qoyur qabağa, deyək, paxıldaq. Yığır, xəzləməyə heyfi gəlir. Çoxaldıqca bəzi adamlar dahi başlayır dahi da xəsisləşməyə. Yəqin görmüsünüz də, məsələn, Quran-ı Kərimdə deyir ki, Əlləzi cəma'a mələn addədə və addədə daha doğrusu. Deyir, yığır və sayır, qoyur kənara, qoyur ora. Sayır, qoyur kənara. Xəzləmir, deyir, biraz da çox olsun xəzləyərəm. İkinci nədir? Deyir, ikincisi hərislidir. Adam var, çoxaldıqca daha çox istəyir, çoxalsın. Bir xəsislik verməyə qıya bilmir. İkinci də başlayır həris olmağa insan. Çoxaldıqca istəyir, biraz da çoxalsın. Çoxaldıqca istəyir, biraz da çoxalsın. Deyirlər, dünya dəniz suyu kimidir. Diqqət edin, deyir, dünya deyir, dəniz suyu kimidir. Deyir, içdikcə susuzluğu artırır. Və sonra axırda nə edir? İnsanı deyir, həlak edir. Hədisdə bu, deyir, dünya dəniz suyu kimidir. Duzlu olaraq dəniz suyu. Deyir, içirsən ki, susuzluğun yatsın, duzlu olduğuna görə içirsən, daha da başlayır susuzlamağa. Həris insan ona bənzədirlər. Elə bir dənizin suyunu içir, susuzluğu yatmır. O da içir, daha da yeri yoxdur, partlayır, məhv olur, gedir. Deyir, dünya malına olan hərislik o bu cürdür. Peyğəmbər deyir ki, dünya malını toplamaq barama qurduna bənzəyir. Görmüşsünüz də barama qurdu, o baramanı toxuyur. Axırda qalır axı özü içində. Qalır, yer olmur çıxmağa, ölür qalır içində. Peyğəmbər bunu başa salmaq istəyir. 3 nədir? 3 deyir, uzun arzulara düçar eləyir. 5 dənə idi. Üçüncüsü odur ki, insan başlayır uzun-uzadı arzulara düçar olmağa. Bunu çoxdur, deyir, filan şey alım, filan şey eləyim, filan villanı tikeyim, filan nə bir maşın alım, onu eləyim, bunu eləyim, filan cür olsun, o cür olsun. Bu çoxaldıqca başlayır bunun arzularını da çoxalmağa. Arzularını yıxsın, bunun arzuları ki var, onları yıxsın bir yerə, gərək bu neçə min il yaşasın ki, bunları həyata keçirə bilsin.
Deyir, malı dövləti olan adam diqqətli olsun. Bu 5 şey onun sorağına gələcək. Üçüncüsü uzun-uzadı arzulardır. Ay onu eləyim, bunu eləyim, onu eləyim, bunu eləyim. Bunun bu uzun-uzadı arzularını yıxsın bir yerə, neçə min qədər bu yaşasın ki, bu arzuları yerinə yetsin. 4 nədir? 4 buyurur ki, qohumlarla əlaqəni kəsmək. Görmüsünüz də, biri biraz pullanan kimi artıq insanla oturub durmağı da başlayır, yığışdırmağa. Falan kəs, sən Allah yola sal o geçsin, nə istəyir. Qohumdur, görür ki, məsəl üçün, üzbəüz gələcək yolunu dəyişir, alternativ yollardan başlayır getməyə. Dinən ki, evdə yoxdur. Belə. Deyir ki, 4-cüsü budur ki, qohumlarla həmin o başlayır əlaqəni kəsməyə və isarud dünya aləl axirə. Deyir, 5-cisi də budur ki, bədbəxtçiliyi də budur ki, həmin insan, malı çox olan insan başlayır dünyanı axirətdən üstün tutmağa. Başlayır artıq dünya haqqında fikirləşməyə. Başlayır ancaq dünyanı fikirləşməyə. Bəziləri o qədər dünyaya aludə olur ki, axirətini dünyasına satır. Bilirsiniz, bu nəyə bənzəyir? Yazırlar bir yerdə, mən gördüm. Yazırlar ki, insan o qədər dünyaya aludə olur ki, Kərbəla hadisəsinə qayıdaq. Və yazırlar ki, Kərbəlada bir neçəsi var idi. Bir nə qədər xurmadan ötürü İmam Hüseyin əleyhissalamı qətl edildi. Bir neçə kilomu deyim, bir neçə xurmadan ötürü İmam Hüseyin əleyhissalamı qətl edildilər. Bu nə xəstəliydi insanlarda. Bir dəstə var idi İmam Hüseynin, çox üzr istəyirəm, bədəninin üstündə atlarının nallarını təzələdilər, at çapdılar. 10 nəfər adam idi. Səhv eləmirəmsə. 10 nəfər adam idi. İmam şəhid olandan sonra şəhidlərin üstündə at satdılar. Gəldilər İbn Ziyadın yanına, dedilər ki, bizi və bizim atlarımızı sən gərək qızıl gümüşə tutasan. Niyə? Çünki biz deyir, Hüseynin və onun Kərbəlasında şəhid olanların cənazələrinin üstünə at çapmışıq. Biz İmam Hüseyin əleyhissalamın sümüklərini sındırmışıq. Çox üzr istəyirəm. Yazır, tarix belə də yazır. İbn Ziyad bir onlara baxdı, çox üzr istəyirəm. Deyəcək, qələt eləmişsiniz. Sizə kim demişdi bunu ediyorsunuz? Görürsünüz, aludəçilik, hərislik insanı hara gətirir, çıxardır. Var, indi də var. Məsəl üçün, bəzi rəhbər şəxsdir, özündən aşağıya deyir ki, get bu işi bu cür gör, o hərisliyindən 5-ini də qoyur üstünə edir. Olur belə şeylər. Sizə kim demişdi? Hərislik deyir, gərək bizim deyir, atlarımızı qızla tutasan, gümüşə tutasan ki, biz bu əməli eləmişik. Nə qədər insanlar axirətini dünyasına satdılar. Qardaşı oğlu yazırlar, qardaşı oğlu Əli İbni İsmail pul müqabilində İmam Musa Kazım əleyhissalamın qətlinə yardımcı oldu. Qardaşı oğlu İmam Musa Kazım əleyhissalamın qətlinə yardımcı oldu. Əli İbni Əbu Həmzə adını eşidərsiniz. İmam Musa Kazım əleyhissalamın nümayəndəsi idi. Yolunu azdı, pula görə, sərvətə görə yolunu azdı. Bir dənə azğın təriqətin əsasını qoydu. Pula görə, pul əlində olsun deyənə, əlindən verməsin deyənə, bir dənə azğın təriqətin əsasını qoydu. Vaqiflər var da, bilirsiniz, 7-ci imamacan qəbul edirlər və 8-ci o tərəfə qəbul. Vaqifiyyənin banisi və bu həmin şəxsdir. Əli İbni Əbu Həmzə adında biri idi. İmam Musa Kazım əleyhissalam zindandaydı, bütün Beytulmal bunun əlində idi, pullar bunun əlində idi. O pul bunun əlindən çıxmasın deyənə, İmam Rıza əleyhissalamın imamətini qəbul etmədi. Eləsəydi, gərək təhvil verərdi İmam Rıza əleyhissalama. Pul bunun əlində olsun deyənə, İmam Musa Kazım əleyhissalama deyir ki, sonuncu imam İmam Musa Kazımdır. Ondan o tərəfə imam yoxdur. Və vaqifillərin əsasını qoydu. Görürsünüz, hər istəyi insanı hara gətirir, çıxardır. Dedi ki, imam 7 nəfərdir. İmam zindandaydı, pulu malı nə var ki, bunun əlinə keçsin. Vəsaiti bunun əlində idi, verməsin. Sözün qısası, Ənfal surəsində Allah buyurur ki, pul Allah yolunda yox, günah yolunda sərf olunursa, peşmançılığa səbəb olacaq. Həsrətin səbəblərindən biri budur. Birini də deyim, inşallah zəhmətim tamam olsun. Keçən xütbədə də demişdim bunu. Birini də deyim, sözüm bitsin burada. Keçən xütbə yadınızdadsa, birini dedim ki, qiyamət günü insanlar həsrət çəkəcəklər. Nəyə həsrət çəkəcəklər?
Peyğəmbər buyurur ki, yuqta bicahidi aliyyin yevməl qiyamə əbkən və a'ma. Belə bir hədis var Peyğəmbərdən. Keçən dəfə Həzrət Əleyhisselamın özündən dedi ki, Əlinin fəzilətini inkar edənlər qiyamət günündə kör və lal halda məhşər olunacaqlar. Boyunlarında otdan halqalar olacaqlar. Onlar deyəcəklər ki, ya həsrətə alə mə fərrəttu fi cəmbillah. Deyəcəklər, vay olsun bizə, səhlənkarlıq elədik, ona görə vay olsun bizə. Səhlənkarlıq elədik. Yadınızda keçən dəfə bir dənə hədis dedim Həzrət Əleyhisselamdan. Özü buyurur ki, "Ənə həsrətun nas yevməl qiyamə." Qiyamət günündə mən insanların həsrəti olacağam. Məni tanımadıqlarına görə, mənim haqqıma girdiklərinə görə, məni qəbul eləmədiklərinə görə "Ənə həsrətun nas yevməl qiyamə." Mən insanların həsrəti olacağam qiyamət günü. Qiyamətdə baxacaqlar Əlinin məqamına, baxacaqlar kim onun dalıyca gedib, onlar baxacaqlar. Onlar baxacaqlar, görəcəklər ki, həmin o Əlinin arxasıca gedənlərə hansı məqam verilib. Gözəl məqam, qəşəng məqam. Amma onlar ki, Əlidən qeyrisinin arxasıca düşüb gediblər, Əlidən qeyrisinin arxasıca düşüb gediblər, onda onlar baxacaqlar, peşman olacaqlar. Onlar baxacaqlar, peşman olacaqlar. Ki, biz kimin arxasıca düşmüşük? Gələcəklər, onlardan yapışacaqlar ki, biz sənin arxınca getmişik, biz səni özümüzə imam qərar vermişik, biz sənin arxınca düşmüşük. Quran-ı Kərim buyurur. Quran buyurur ki, gedin özünüzü qınayın, bizi qılamayın. Lumu anfusakum, gedin özünüzü qınayın, bizi qınamayın. Biz neyniyək ki? Bizim burada özümüzə dərman eləyəcək heç nəyimiz yoxdur. Özümüz öz günümüzə, dərdimizə gün ağlaya bilmirik burada, dərman eləyə bilmirik burada. Lumu anfusakum, gedin özünüzü qınayın, bizi qınamayın. Onlar ki, təbii ki, Həzrət Əleyhisselamın fəzilətini qəbul eləyənlər var. Onlar ki, azğın təriqətlərdir, söhbət onlardan gedir. Azğın təriqətlərdən söhbət gedir. Şükür Allaha ki, bu böyük neyməti bizə nəsib eləyib. Azərbaycan xalqının xoşbəxt olan məqamlarından biri budur ki, Əliyə və Əhl-i Beyti olan sevgisi olur. Bundan ötürü nə qədər qanlar tökülüb, bundan ötürü nə qədər insanlar əziyyət çəkib. Danışıblar ruhanilər, bizdə də olub danışmışıq ki, insanlar olub Əli dediyinə görə dili boynunun arxasından çıxardılıb. Əziyyətlər olub bundan ötürü. Bizə nəsib olub. Bir dənə də hekayəni deyim, bilirsiniz. Əl-Qədir kitabı var da, bilirsiniz, Həzrət Əli əleyhissalamın vilayətini sübut eləməkdən ötürü Əllamə Əmini adında bir şəxs Əl-Qədir kitabını qeyd eləyir, yazır. Yazıya alır. 30 il əziyyət çəkir. 30 ildə 100 mindən çox kitab oxuyur. Livana gedir, Misrə gedir, Pakistana gedir, Hindistana gedir, Mərakeşə gedir, bir çox ölkələri gəzir. Onu da deyim ki, bir dənə məlumat verim ki, Əl-Qədirin elmi redaktoru Azərbaycanlıdır. Əl-Qədir kitabının elmi redaktoru Azərbaycanlıdır. Ayətullah Məhəmməd Əli Ordubadı adında bir şəxsdir. 1895-ci ildə Azərbaycanın qədim torpağı olan Təbrizdə dünyaya gəlib. Atası da Ayətullah Əbülqasım Ordubadi olub. Məfaxiri Azərbaycan, Azərbaycanın fəxirləri kitabında bu haqda yazırlar. Yazırlar ki, Əl-Qədir kitabının elmi redaktoru bu şəxs olur. Əllamə Əmini kömək eləyir bu kitabda. Əl-Qədir kitabını yazmaqda, əlsiyə gətirməyində redaktə eləyir də orada elmi redaktə, nədən sonra nə gəlsin, necə olsun. Əllamə Əmini yığır həmin o hədisləri, Həzrət Əleyhisselamın hədislərini yazırlar. Onun hekayəsində yazırlar ki, oğlu dedi ki, oğlunu belə bir maraq bürüyür ki, görəsən bu Əl-Qədirə görə mənim atama nə verib Allah Teala? Həzrət Əleyhisselam nə istəyib Allahdan? Hansı məqama gedib çatıb? Yatır yuxuda görür. Görür ki, bir dənə şəxsdir, məhşər günüdür, əlində bir dənə məşq, su qabı, bir dənə belə fincan fason,
Fincanlı su verir. Bəzilərinə tam verir, bəzilərinə yarı-yarı verir o həmin suyu. Alırlar, içirlər. Məsələni anlamağa çalışır. Görür ki, həmin şəxs Əli ibn Əbu Talib əleyhissalam, Həzrət Əli Əmirəl-Möminindir. Su Kövsər suyudur, Kövsər bulağından. O sudan həmin o insanlara verir. Cənnətdir də ora. Birinə tam verir, birinə indi kimin əməli necədirsə ona uyğun verir. Bir də gördüm ki, atam Əmin, Əllamə Əmini gəlir. Gəlir, bunun növbəsi çatanda ki, buna su verəcək, Həzrət Əli əleyhissalam deyir, o qabı qoyur kənara, Kövsər hovuzundan əli ilə, olcunla doldurur, içizdirir buna. Deyir, iç. Həmin o suyu içəndə Əllamə Əmini Həzrət Əli əleyhissalam bu sözü deyir ona. Deyir ki, Bəyyəzəllahu vəchəkə kəmə bəyyəztu vəchi. Allah sənin üzvü ağ eləsin. Necə ki, sən bizim üzümüzü ağ elədin. Sən bizim üzümüzü ağ elədin. Allah sənin üzvü ağ eləsin. Belə insanlar olur. Öz sözüdür bu. Yazırlar ki, bir yerdə buyurur, yazır, kitabı bitirir. Həzrət Əleyhisselamın haqqını bərpa eləyəndən sonra deyir ki, yapışacam qiyamətin günü o insanların yaxasından ki, o insanlar Həzrət Əli əleyhissalamın haqqına giriblər. Onun haqqını tanımayıblar, onun vilayətini tanımayıblar. Yapışacam o insanların yaxasından ki, onlar niyə görə Həzrət Əli əleyhissalamın haqqına girib vilayətini tanımadılar ki, mən hindi 30 ildir onun haqqını bərpa eləməkdən ötürü kitab yazdım. Ömrüm çatmadı ki, Həzrət Əlinin fəzilətlərindən yazım. Əlinin fəzilətlərindən yazmağa ömrüm çatmadı. Yapışacam o insanların yaxasından ki, niyə Əli ibn Əbi Talib əleyhissalamın haqqına giriblər onlar. Onların yapışacam yaxasından. Və yazıldığı gündən indiyə qədər Əl-Qədir kitabı bizim dilə tərcümə olub. Aleykümselam. İndiyə qədər, yazıldığı gündən indiyə qədər heç bir İslam alimi, yəni ki, digər məzhəblərdən olanlar həmin o Əl-Qədir kitabına rəddiyə yaza bilməyiblər. O qədər möhkəm kitabdır. Və həmin o kitabın əlsiyə gəlməsində də Azərbaycanlı alim Ayətullah Məhəmməd Əli Ordubadinin bir böyük səyləri olmuşdu, köməyi olmuşdu və özünün də bir çox kitabı var, mərsiyə kitabları, eyni zamanda başqa kitabları var. Həzrət Əli əleyhissalam haqqında bu alimin bir dənə kitabı var. Vələdül Kəbə, Kəbənin oğlu. Həzrət Əmirə Möminin haqqında onun dünyaya gəlməsini sübut eləyir, Kəbədə dünyasını gəlməyi sübut eləyir bu kitabda və Əllamə Əmini də bu kitabı böyük şəkildə dəyərləndirir, oxuyur və dəyərləndirir. O bu cür olacaq. Elə bilirik ki, əvəzsiz qalır, xeyr, əvəzsiz qalmır. Qiyamətdə Əlini sevənlər bu yolda zəhmət çəkənlər şad olacaqlar. Amma Əlidən uzaq düşənlər peşman olacaqlar. Buyurur ki, və ənzirhum yevməl həsrə. Həsrət günü ilə onları qorxud, onları xəbərdar elə bu gündən. Mənim sözüm burada da bitdi. Allah Teala an verə izzət və cəlalı xatirinə. Allah Teala bizi həqiqi din əhlindən qərar versin. Həzrəti Əli əleyhissalamın həqiqi yolunu tanıyıb, onu həqiqi sevənlərdən qərar versin. Xəstələr var, mərizlər var. Allah Teala şifayı acil mərhəmət eləsin. Allah Teala din İslam yolunda xidmət edib dünyasını dəyişən alimlər, mürəbbilər qəriq rəhmət eləsin. Allah Teala hal-hazırda din İslam yolunda xidmət eləyənlərin də xidmətini ali dərəcədə qəbul etsin inşallah. Məscid mənbər inşa eləyənlər var, haqq dünyasındadılar. Allah Teala onlara da qəriq rəhmət eləsin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkətuhu.